bunu məşq eləyək, bu məşq eləmək tələb eləyir. Məsələn, deyək, çalışaq ki, sözümüzlə əməlimiz danışdıqsa, bilək ki, əməl eləmək lazımdır. Çalışdıqca danışdığımızı özümüz əməl eləyək. Dil pəhləvanı olmaq bu zamanda çox asandır. Cəmaatı iyrəndirən hər şeydən dil pəhləvanlarıdır. Çox yorur adamı. Çünki çox dəyərli sözlər danışırlar. Söz görsən zay oldu, getdi. Sonra onu bir dəyərli adam da deyəndə deyilib də bu. Amma bu söz əməlsiz olanda çox pis təsir edir, çox pis. Böyük bir zərər vurur bu insanlar cəmiyyətə də, özlərinə də. Dil qabağa getdi, əməl qaldısa bu çox pis xüsusiyyətdir. Ümumiyyətlə, gəlin belə eləyək, nəsihət eləyəndə kimsə özümüzə baxaq. Gəlin sabahdan belə eləyək, özümüzə baxaq. Demirəm ki, hər dillə əməl arasında uyğunsuzluq, riyakarlıq əlamətidir. Belə bir ittiham eləmirəm, amma hər halda pis halətdir. Adam danışsın, öz əməl eləməsin. Əməllə sözün ziddiyyəti insan şəxsiyyətini zərbə altına qoyan bir şeydir. İnsan şəxsiyyətini aşağılayan bir şeydir. Bir dənə sizə söz deyim, yaddan çıxartmayaq. Hər dediyimiz söz bizim yaratdığımızdır. Biz sözü xəlq edirik, yaradırıq. Belə bir qayda var fəlsəfədə. Fəlsəfədə belə bir qayda var ki, biz nəsə yaratdıq, ümumiyyətlə nəsə yarandısa heç vaxt yox olmur. Bilirsiniz də bunu? Maddə aləmində qaydasıdır, mənəvidə. Var olan şey həmişə var. Artıq yoxluq təsəvvür olunmur. Haldan hala düşə bilər, amma mövcuddur, var, həmişə var. Yaranan şey itmir. Vücud aləmində həmişə olacaq sənin dediyin söz, həmişə qalacaq. Biz ki, tövbə edirik, deyir, ilahi məni bağışla. Bağışlanın mənası bu deyil ki, o şeyləri aradan apar. Yox, o aradan getməyəcək artıq. Aradan getməyəcək. Deyirik ki, ay Allah, görməməzliyə vur. Tövbə budur. Yəni, görmədin elə bil. Nəticəsindən məni qoru. Bu söz ki, biz danışırıq, hər birimiz harada olursa olsun, biz yaradırıq və həmişə o söz qalacaq. Ona görə hərdən, belə deyək, ekologiyanı, mənəvi ekologiyanı pozuruq bu sözlərlə. Çünki yaradıq qalacaq artıq. Səni Allah yaradıb, aləmi Allah yaradıb, sən də sözü yaratdın. Yaratdıqlarınla, dediklərinlə, danışdıqlarınla eyni sənsən. Bilirsiniz? Bunlar sənin əsərindir. Sən daxilindən eyniliyi var, o varlıq. Söz bir varlıqdır, həqiqət aləmində, varlıq aləmində mövcud olacaq. Biz hey nəsə istehsal eləyirik və biz o danışdığımız sözlər həmişə qalacaq. Gəlin, neyniyək? Sözlə əməli birləşdirək. Yaduza salın həmmam xütbəsinin başlanğıcı. O ki, deyir, mənə təqvalılar vəsf elə. Həzrət Əli Əsəlam necə başlayır? Məntiquhumus savab, dildən başlayır. Deyir, danışdıqları dürüsttür, dilləri təmizdir, düzdür. Da ancaq savab danışarlar, yəni faydalı. Birinci xüsusiyyət dildən başlayır. Düz danışarlar. Belə deyil, təsadüfən birdən təqvalıları vəsf eləyəndə dedi ki, hesab kitab var da Məsumun sözündə. Diqqət edirlər sözlərinə. Mən bir dənə sizə qayda deyim, bir adam dilinə nəzarət eləsə düzələcək. Dilivə başda nəzarət eləməyə düzələcək. Dilivə lazım olmayan sözü gətirməsən, həsəd ürəyindən gedəcək, təkəbbür ürəyindən gedəcək. Deyərsən, nə əlaqəsi? Əlaqəsi budur ki, təkəbbürə danışdığın söz yem verib böyüdür. Hava verirsən ona. Həsədə, paxıllığa qeybət yem verir, danışdıqca onu böyüdürsən. Amma elə ki, suyun kəsdin, havasını kəsdin, yəni danışmadın, o yavaş-yavaş içində zəifləyir və ölür. Ona görə dili islah eləsən, hər şey düzələr. Dilinə nəzarət eləyən adam çox böyük səbrə sahib olur. Dilin düzdürsə, hər işin düzdür. Dilin düzdürsə, hər işin düzdür. Kiçik bir üzvdür, amma çox önəmlidir. Bu hədisi çox eşitmişsiniz də, Səhər Aslanda dil bədən üzvlərinə deyir, necəsiz? Hamısı deyir ki, sən imkan versən salamat, sən aman versən yaxşı, sənin ucbatından başımıza nə gəlirsə, sənin ucbatından gəlir. Adam var, dilinə nə gəlirsə Allah sözüdür. Dilini belə təmizləmiş adamlar var.
Danışsın, bilirsən ki, hikmətlə açılır dili. Danışdığı söz elə bil ki, vəhdir. Hədislərdə var, təqvalıların sözü vəh mərtəbəsində. Yəni, nəfsi ki, aradan apardın, onu da nəylə aradan apararsan? Sükutla. Sükut o demək elə oturursan, bəzilərində ədasını çıxardır, arifliyin. O yox, sükut odur ki, dilvə ciddi nəzarət eləyəsən. Bir dənə də söz deyim, bitirim bu mövzunu, keçək ikinci xutbəyə. Bunu deyim. Bəzən çox maraqlı məsələdir bu. Bunu mən öz fikrim deyil, amma özümdə təcrübə eləmişəm. Bəzən biz kiməsə söz deyirik, kimisə nəsiyyət edirik, nəsə edirik. Diqqət eləsək görürərik ki, özümüzə hamıdan daha çox lazımdır həmin söz. Bir söz danışanda diqqət eləyək. Niyə görə məhz bu söz bugün mənim dilimə gəldi? Bəzən Allah hadisələri elə tənzimləyir ki, biz özümüzə lazım olan sözü kiməsə deyək ki, özümüz eşidək. O belə bir şeylər olur həyatda. Allah dilivə salır özünə lazım olan sözü, təsadüf deyil. Nəsə bir hadisə baş verdi, birinə ağıl qoyursan da filan, sonra görürsən ki, özünə deyilməli söz idi bu, özünü özünə dedin. O qədər olub məndə belə şey, o qədər olub. Demişəm, indi elə bir eşidirəm, özümə lazım idi bu. Səni Allah o sözü özün dilindən eşitdirmək üçün xeyli hadisələr tənzimləyib ki, sən o sözü özünə eşitdirəsən. Gəlin, məşq eləyək. Sadəcə bu şeylər məşq tələb edir. Söhbəti eşidib demək, bu deyil. Məşq, praktiki, əməlli başlı məşq eləmək tələb edir. Bir, neynəyək? Nəzarət eləyək dilimizə. İkincisi, diqqətli olaq ki, danışsaq, səy eləyək, onu əməl eləyək. Çalışaq, onu əməl eləyək. Onda nə olacaq? Az danışacaq. Çünki biləcək, danışdığımızın məsuliyyəti var. Adam var, dur, hamıya ağıl qoyur. Sosial şəbəkədə, real həyatda. Haçan görsən, nəsihət məqamındadır. Bu başa düşsə ki, əməl tələb olunacaq bu sözlərə görə, söhbətini azaldar biraz. Səlahiyyət bilməz özündə bu qədər danışmağa. Bəzən biz qaza gəlib elə sözlər danışırıq ki, valla 1%-nə inanmamışıq öz sözümüzün, özümüz inanmamışıq. Bir gülünc vəziyyətə düşürük biz. Nə qədər adam inanmadığını danışsın. Bunu bir ilk növbədə özümə deyirəm, adam hərdən vicdan əzabı çəkir. Danışmaq çox asandır, amma Allah narahat olur. Danışıb əməl eləməyəndən. Quranda buyurur ki, limə təqulunə mə lə təfəlun. Niyə eləmədiyinizi danışırsınız? Dilvə nəzarət elə. Bilmədiyin şeyi soruşanda, deyirəm, bilmirəm. Başlama sözü oyan bəyan əyməyə. Əllamət Təbətəbai kimi alim adam 3 dəfə deyərdi, bilmirəm. Bu şəkildə dillərinə nəzarət eləyərdilər, daxillərinə nəzarət eləyərdilər. Bizim işimiz çox çətindir, valla. Burada dayananların işi. Bəzi adamlar var ki, can atır, az qalıram, bilirəm, böyük bir şərəfdir insanlara xidmət eləmək. Gedir oxumağa, az qalırsan, mane olasan ki, sən Allah başına iş açma. Adamda hərdən, düz söz deyil bu. Gələk təşviq eləsən, oxusun, savadlı olsun, xidmət eləsin. Amma işin çətinliyini də görəndə, burada dayananların ayrıca hesab kitabı var qiyamətdə. Bunu başa düşmüşəm mən, özüm üçün başa düşmüşəm. Buradan deyirəm, ay cəmaat, Allaha belə təvəkkül edin falan, düş bu minbərdən sabahın dərdini çək. Sabah necə oldu bu, danışdığınla bu halın necə uyğundur bir-birinə? Amma bir ölkədə xüsusilə ruhanilər, siyasətçilər, ziyalılar düz danışsa, sözü ilə əməli düz gəlsə bir xalq nicat tapar, bir millət nicat tapar. Bir alim deyir, getdim bir nəfərin yanına, Məşəddə dedim, istixarə eləməyim üçün. Dedi, get, daxil ol hərəmə, gör cəmaat məsələn sənə nə deyir, nə sual verir. Bəlkə elə o sualların cavabında özün də cavabını tapdın. Deyir, getdim, oturdum orada, bir nəfər yaxınlaşdı, bir sual verdi mənə. Sual verdi, cavab verdim, sonra gördüm ki, elə bu istixarə yox, özümə lazım olan məsləhəti ona verdim. Allah bəzən belə tənzimləyir işləri. Allahümmə və əntiqni bil-huda. Bunu çox dua eləyək. İlahi, mənim dilimi danışdır, necə hidayətə səbəb olsun sözlərim. Hidayət üçün danışım, özüm və başqaları. Allah bəzən
öz dilimizə haqq sözləri salır ki, öz bəhanəmizi kəssin. Deyəndə ki, bilmirdim, necə deyirdin bunu hamıya. Da onda söz qalmayacaq, bir var eşitmədi və dilinlə deyirdin. Ona görə də əleyhissalam buyurur ki, təqvalılar elmi helmlə birləşdirər, sözü də əməllə birləşdirər.